Bugünkü qonağım çox gözəl, çox mehriban və Instagramda, ümumiyyətlə sosial şəbəkələrdə çox aktiv olan, 1 milyon izləyicisi olan bir xanımdır. Qarşılayın, Arifə Məmmədova. Arifə xanım, xoş gəlmisiniz. Xoş gəldin. Mən Arifə xanıma yazanda biz belə tanış değildik. Təbii ki, görürdüm videolarını, çox bəyənirdim. Arifə xanım o qədər gözəl qarşıladı ki, mənim təklifimi, o qədər dərhal qəbul elədi və bu da mənim üçün çox xoşdur. Xoş gəlmisiniz. Çox şadam sizi görməyə. Mən də çox şadam ki, sizinlə bir yerdə bir proqram. İlk öncə xeyirli uğurlu olsun. Çox gözəl layihədir və çox baxımlıdır. İstəyərdim burada olum. Və sağ olun təklifiniz üçün. İzləyirdiniz onda bizim. Bəli, təbii ki, o izləməmək olar. Hazırsınız bizim suallara? Hazıram. Mən bilmirəm, indi izləyəndə sizi elə bir vibe, çox yaxın, sanki çox yaxınımsınız kimi belə görürdüm sizi. Yəni çox mehriban, çox pozitiv. Dedim görüm, görəsən həyatda da belədir. Həqiqətən də həyatda da eynisiniz. Bunu mənə çox adam deyir. Həqiqətən deyir, elə bil səni illərlə biz tanıyırıq. Bu nədən irəli gəlir? Bəlkə bürcünüzdən, çünki siz mənə dediniz ki, Toğrul oradan belə eləyir. Çünki o da Qoç bürcüdür, siz də Qoç bürcüsüz. Məncə Qoç bürcünün ta kəndisisiz. Eyni, necə həyatda necəyəmsə, o cür yanaşıram Instagramda, sosial şəbəkələrdə, hər yerdə eyniyəm. Yəni, emosional olmağım da, sözümü deməyim də, mehriban olmağım da hamısı yəni necə varsa elə. Bəlkə ondan irəli gəlir deyə düşünürəm. Bizim, indi bu barədə danışacaq. Bizim verilişin konsepti elədir ki, makiyaj edə-edə söhbət eləyirik. Mən də sizdən soruşmaq istəyirəm ki, necə makiyaj xoşlayırsınız və bugün Arifə xanım ad günündədir. Bu arada eyni ad günündəyik. Ona görə paltarına uyğun make-up eləyəcəm, amma yenə də istəyirəm öz istəklərini desin. Mən hər şeyi Sura xanım sizin özünüzə buraxıram. Ümumiyyətlə kaprizli deyilsiniz saçda, make-upda. Qəti. Olubmu ki, heç bəyənməmisiniz, sildirmisiniz, ümumiyyətlə həyatı boyu, yəni bloger olandan qabaq? Sildirməmişəm, o insana hörmətsizlik kimi olar deyə algılamışam ki, birdən onun xətrinə dəyər falan. Saçı bəli, söktürdüyüm olub, yanında yox. O da getmişəm, özüm açmışam, düzəliş eləmişəm ya maşında. O da bir çoxlar tanımır həmən şəxsi, yəni tanışlarımızdan çoxdan olub o da. Amma indi elə bir insanların yanında oluram ki, artıq heç baxmıram. Bayaqlarda bir xanımın yanındaydım saçımda. Deyir, necə eləyim? Dedim, necə ürəyiniz istəyir, eləyim. Bilirəm ki, sizin əl işləriniz çox qəşəngdir, bəyənəcəm. Sağ olun, çox sağ olun. Amma halbuki deyirlər ki, Qoç bürcü çox emosional, sözü üzə deyən, başqalarının bəlkə hardasa hisslərini çox da önəmsəməyən. Bəli. Var elə bir şey. Var. Qəlb qırıcı ola bilirsiniz. Ola bilirik, bəli. O mən bəlkə də ən pis yönümdür. Bəzən o mənim işçilərim belə bilir, gülür oradan. Yəni artıq onlar deyirlər ki, biz sənin ürəyini bilirik ki, o sənin dilindən gəlir də, ürəyindən gəlmir. Hisslənəndə, misal üçün mən çox məsuliyyətliyəm işimə qarşı. Deyirəm ki, nə olar, bunu belə eləyin, mən unuda bilərəm falan. Elə olur ki, gözümü yumuramazdım. Özümdə də onun əksini görürəm. Əslində mən balıqlar bürcüyəm belə, yəni tarix olaraq. Amma Qoçdan çox şey var məndə. Çünki tam o elə bir balığın sonu, Qoçun əvvəliyəm və mən də eyni xüsusiyyətləri daşıyıram. Qoç biraz aşırı, çox alovlanır, çox sərtdir. Yəni sonradan peşman olacaq bir bürcdür. Misal üçün elədiklərimi danışıram, deyirəm, hisslənirəm, sonra da deyirəm ki, ay Allah, deyəsən biraz aşırı, çox irəli getdim. Sonra da elə danışıram ki, heç nə olmayıb, sağ olsun. Yəni məni tanıyanlar artıq məni elə qəbul ediblər. Üzr istəyə bilirsiniz. Bəli. Yəni suçunuzu qəbul eləyə bilirsiniz və yaxınlaşıb deyə bilərsiniz ki, mən səhv idim. Biraz Arifə
Zülfə xanım öz komandası ilə gəlib. Yəni köməkçiləri, işçiləri, assistentləri burdadır hal-hazırda. Və onlardan çox maraqlı reaksiyalar gəlib, cavaba ehtiyacı olur. Siz soruları mənə verin. Üzr istəyə bilmirsiniz deyəsən. Üzr istəyə bilmirəm, yox. Sadəcə Yoxsa deyirəm, elə göstərəm ki, yəni heç nə olmamış. Heç nə olmamış kimi də səhv eləmişəm, heç nə olmamış kimi danışıram. 1 milyon keçib 1 milyonu. 1 milyon izləyiciniz. 1 milyon artıq 14 mindir. Wow. Onları necə yığmısınız? Bax, ta əvvəldən başlayaq. Mən O səhifə necə açılıb ümumiyyətlə? o səhifə əslində 2016-cı ildə mən iş kimi yanaşmışam o səhifəyə. İş kimi necə, bloger kimi yox. Mən orada biznes işi ilə məşğul olmuşam. Və yoldaşı mənə heç vaxt icazə vermir ki, üz siman görsənsin. Hə, klassik bir hekayə. Bəli, hətta mənim toy videolarım, o vaxt bir sayt vardı, bəlkə bilərsiniz, pap.az. Aha. O saytda mənim video şəkillərim viral olmuşdu. Gəlinin, nə bilim, gülü, fərqliliyi, Obrazı çox marağa səbəb olmuşdu, bəli. Və saytlar bunu sürətli şəkildə artıq yaymağa başladılar və bu mənim yoldaşıma qıcıq verdi, hirsləndi, əsəbləşdi, aləmi vurmuşdu bir-birinə o sayt, bu sayt. O fotoqrafikasına demişdim, axı deyir, mən yoldaşımın üzü görsənməsin. Tipi keçmiş bir insan tipində, yəni keçmiş. Elə oldu ki, həmən səhifəmizdə mən özüm satışla məşğul olduğum üçün mən orada məhsulları izləyicilərimə təqdim eləyəndə səsimdən izləyicilər valeh olurdular, yazırlar, xahiş edirik, üzünüzü göstərin. Nə maraqlı. Nə satışı idi? Paltar. Brend ayaqqabı, çanta satışı idi. Biz bunları həm fərqli ölkələrdən gətirirdik, belə deyim. Yalnız marka satışı və dəst şəklində idi onlar, ayaqqabılar, çantalar və çox gözəl, böyük bir müştəri bazamız var idi bizim özümüzün. Hal-hazırda da var. WhatsApp-da 52 minə yaxın müştərimiz var. Bəli. Yəni hələ də o səhifə, satış səhifəsi var? Yox, artıq dayandırdıq. Çünki brendlər bir-bir səhifələrimizi vururdu, digər səhifələrimizi. Bizim 3 milyon toplasaq böyük bir səhifələrimiz var idi. Bu səhifəmdə elə onlardan biri idi. Amma o fikrə necə gəldiniz? Yəni 2016-cı il deyim ki, belə populyar, indi çox populyardır. Hərə məsələn nəsə işin ucundan yapışıb onu biznesə çevirə bilir. Dubaya getmişdik yoldaşımla. Yoldaşımdan bir dənə xahiş elədim ki, sən xahiş eləyirəm, yəni qurban olum başıma dönüm səhifəmi. Bu səhifəni açıq idarə edeyim. İzləyicilər, müştərilərə, onda izləyicilərim yoxdur. Müştərilərə sual-cavab vermək istəyirəm. Yəni öz pulunuzu qazanmaqmı istəyirdiniz? Həmişə öz pulumu qazanmaq istəmişəm. Çox bürcü, hə. Və hər zaman enerjili olmuşam, yerimdə dayanmayım, qazanım, ora qaçım. Yəni daşdan pul çıxardan bir tip olmuşam. Baxmayaraq ki, atam çox şükürlər biznesmendir. Biznesmen olub vaxt ikən özünün xüsusi işləri olub. İmkan olub. Yoldaşımın da özünün şəxsi biznesi var, logistik işi ilə bu arada məşğuldur. Bəzən yazırlar ki, yoldaşı Bəxtəvərin yanındadır, heç ayrılmır, işi gücü də yox. Mən onları çox vaxt sosiala yansıtmaq istəmirəm, çünki özü də icazə vermir buna. Yəqin o yerlərə gələcək. Hə, onu mən saxlamışam məclisin kulminasiyasına. Mən ondan xahiş elədim, Dubaydaydıq. Dedi, yaxşı, aç, amma bağlamaq şərti ilə. Necə bağlamaq? Gizli hesab idi mənim səhifəm. Brend məhsulları idi. Orada satış edirdim. Üzüm görsənmirdi. Səhifəni ki, mən açıq elədim və sual-cavab qoydum ki, qızlar, mənə suallarınız hamı verdi ki, necə tanış olmusunuz yoldaşınızdan falan. İndi yəqin orada gələcək. Bir dənə o nüansı çatdırım ki, yazdım ki, orada biz xala qızı xala olduq. Bunu bütün xəbər saytları paylaşdı. Ay Allah! Və səhifə bir gün içərisində 40 min bloger tərəfdən artım oldu. Onda səhifəmiz